Səsi eşidildi. Bu kiçik qardaşı idi. Bacıların axtarmağı tapmışdı. Eliza cəmisi bir gün ömrü qaldığını bilsə də sevincindən alır, çünki artıq işi qurtarmaq üzrə idi. Qardaşlar da gəlib çıxmışdılar. Deməli, o qardaşların tilsimindən qurtaracaq. O, kiçik bir otağın qapısını açdı. İçəri yaşıl xalçalar düzülmüşdü və Eliza bunun xalların arasında gecikkən saplarını gördü. Kral ona dedi, bu saplara tikiş tikib öz keçmiş mənzilini yada sala bilərsən. O krala yaxınlaşıb qulağına pıçıldadı. Əziz kral, məncə bu qız ifritədir. Gözəl qız donuna girib hamını alladır. Birdən qarşısına təzədən tomurcuklar bir neçə çiçək gördü. Bu çiçək o qədər zərif yarpaqları o qədər gözəl idi ki, Pəriyə bu görsədən gözəl bir qız tərəfdən fikrini düşündü. Gənc kral Eliza'ya yaxınlaşıb gördü bu qızın gözəlliyində tayı yoxdur. Soruşdu, gözəl qız sən hardan gəlmirsən? Ancaq Eliza cavab vermədi. Onlara sarı baxıb gülümsəyir, amma heç nə danışmır. Bunu görən qardaşlar əvvəlcə qorxdular. Elə bildilər ki, analıqları Elizanı yeni tilsimə salıb, ancaq sonra başa düşdülər ki, bacıları onları tilsimdən qurtarmaq istəyir. Bir dəfə qardaşları olmayında Eliza meşədən it səsləri eşitdi.